Lirik rayonuna 5 gün bundan əvvəl yağan qar çətinliklər yaradır. Belə ki, bir neçə kəndə gedən yol hələ də qardan təmizlənmədiyi üçün hərəkət məhdudiyyəti qalmaqda davam edir. Rayon üçün strateji yol hesab edilən Lənkəran-Lirik avtomobil yolu demək olar qardan tam təmizlənib. Amma yolun Lirikə yaxın bəzi hissələrində, yəni yüksəkliyə qalxdıqca avtomobillərin hərəkəti çətinləşir. Buna səbəb əsasən axşam saatlarında yolların buz bağlamasıdır. Yollar bu vəziyyətdə, yəni əziyyət çəkir. Bərbad vəziyyətdədir. Uşaqların dalınca gedirəm məktəbə. Əziyyətlə, zulmla, bazla, zadla səhər-səhər buz olur, göndərmiş uşaqlar, indi gəlmişik gedir uşaqların dalınca. Sakinlər deyir ki, yollarda yaranan problem məktəblərdə şagirdlərin davamiyyətinə də təsirsiz ötüşmür. Kələxan, Kəlbəz, Mondigə çayı bu yolları bağlamışdır. Barzavı kəndi o formada. Demək ki, ən yaxın yer Gəncəmirən kəndidir. Orada da demək ki, dünən gələ bilməmişlər uşaqlardan məktəbə çoxu. Elə kətlər var, cəmaət acdır. Kürək ala bilmir, öpçü gətirə bilmir. Su yoxdur, qarı əridirlər. Malqara olan pətəni, tövləni qar basıb keçmək olmur. Qeyd edək ki, Lirik rayonunda səhər saatlarında günəşli hava müşahidə olunsa da, axşama doğru temperatur -5-10 dərəcəyə kimi aşağı düşür. Yollar buz bağlayır.